Parkinson xəstəliyinin növləri var. İlkin dövrdə görürsən ki, ilk tədbirdə onlarda əl boş olanda bir əlində əsmə olur, əsir. Sonraki dövrdə görürsən ki, o əsmə hətta biraz ağırlaşır, tutanda da olur. Sonra tormuzda dayanma olur, yeriyə bilmirlər. Yəni, Parkinson xəstəliyinin yer üzündə bir mənalı müalicəsi yoxdur. Onun müalicəsində ən yaxşı effekti arı zəhəri verir. O, biz də məşğul oluq arı zəhərinə. Ancaq onlar gündəlik həblər içirlər, hər gün tabletlər içirlər və təbii ki, öz tələbələrim də özünə oxşuyur. Onlar da elə fürsət gəzirlər. Maşallah, Emil bəyə təşəkkürlər, əvəzin çıxdı. Və təbii ki, orada da onun müalicəsində arı zəhəri və təbii müalicələr olur. Ancaq bir mənalı şəkildə o adamlar mütləq gündəlik, ağırlaşmış formada həblər qəbul edirlər. Adlarını çəkmirəm. O həblər nəticəsində əlin əsmə bir günlük, bir gün bəzən dayandırır, bəzən məcbur olur ki, tabletka içir. Heç cavab